Burun əməliyyatından sonra ilk 24 saat necə keçir? İlk gecə ən çətini ağızdan nəfəs almağı öyrəşməkdir. İlk sabah burundan həfif çəhrayı rəngdə sızıntılar ola bilir. İlk 2 saat pasiyent yuxarıda, palatada təzyiqi, nəbzi, saturasiyası kontrol edilir, buz uygulamaları başlanır. İkinci, dördüncü saatlarda isə pasiyentin tromboemboliya riskinə qarşı yeridilməsi və su, yumuşaq qidalarla qidalanmağa, bəslənməyə başlaması uyğundur. 4-12 saat ərzində xəstənin üzündə və göz çevrəsində morarmalar, göyərmələr olmamağı üçün buz tətbiq olunur. İkinci 12-24 saat arası müddətdə isə xəstənin başı 30-45 dərəcə kimi şaquli yuxarıda tutulur. Bu həm venoz drenajı asanlaşdırır, həm burunda təzyiqi azaldır. 24 saat keçdikdən sonra əməliyyatın səhəri günü xəstənin burunundakı əgər varsa tamponları kontrol edilir. Xəstəyə antibakterial və dəniz suyu verilərək evə buraxılışı uyğun görülür adətən.